Çox çətindir, dolanışıq dəhşət çətindir. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb, 50%-dən yoxsulluq 5.4%-a düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. Amma ölkədə gedəndən onun, bu kasıb məhəllədə gedəndən onun xəbəri, mənlə başa düşün xəbəri yox. Prezident İlham Əliyevin 2018-ci ildəki seçki proqramında bildirilirdi ki, növbəti prezidentlik dövründə ölkədə iqtisadi artım 3%-dən az olmayacaq. Yəni, Əliyevin vədinə əsasən prezidentliyi dövrdə hər il iqtisadi artım 3% ötməli idi. Verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm. İlk il dönümündə 2018-2019-cu illərdə Əliyev vədini tutmadı. Ötən 6 ildə 2 dəfə iqtisadi artım 3%-i ötdü. Digər illərdə isə bu göstərici vəd ediləndən aşağı idi. Başqa sözlə İlham Əliyev